Əziz qardaşlar, dəyərli müsəlmanlar, xatırlayırsınız, xalqımızın igid oğulları 5 il bundan öncə vətənimizin, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə atılmışdı. 44 gün davam edən bu mübarizədə cəbhə xəttindən hər gün müxtəlif xəbərlər eşidirdik. Həm kədərli, həm də sevindirici. Kədərli xəbərlər ondan ibarət idi ki, vətənimizin azadlığı uğrunda, torpaqlarımızın azadlığı uğruna gedən döyüşdə igid oğullarımız şəhid olurdu, anaların gözü yaşlı qalırdı. Sevindirici xəbərlər ondan ibarət idi ki, hər gün yeni işğal altında, illərdir işğal altında qalan torpaqlarımız azadlığına qovuşurdu. 30 ildə həsrətində olduğumuz torpaqlar yenidən öz azadlığına qovuşurdu. Lakin bizdə bir 30 illik bir həsrət ona görə idi ki, məğlubiyyətə uğramışdıq və bu məğlubiyyət bizləri bir növ ümidsizliyə sövq etmişdi. Lakin dəyərli qardaşlar, bəzən qalibiyyətin verə bilmədiyi müvəffəqiyyəti məğlubiyyət verir. Həqiqətən də biz əgər məğlubiyyətdən lazım olan dərsləri götürə bilsək, nəticələri çıxara bilsək, o mesajları düzgün, hikmətləri düzgün anlaya bilsək, neçə məğlubiyyətlərin arxasında necə böyük zəfərlərin olduğunu görərik. Çünki sıxıntı və kədər, dərd və qəm bəzən insanın ən böyük müəllimi olur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də Uhud döyüşündən sonra çox sıxılmışdı, çox kədərlənmişdi. Peyğəmbərimizin ən yaxın əmisi, ən sevimli əmisi, ciyərparəsi, Seyyidul Şühada olan Həzrət Həmzə radiyallahu anh bu döyüşdə şəhid olmuşdu. Ammar bin Yasir, Abdullah bin Cahş və digər Peyğəmbərimizin ən seçkin sahabələri 70 şəhid verdi Peyğəmbərimiz. Yəni bu döyüşdə böyük itkilərlə rastlaşmışdı Peyğəmbərimiz. Özü başda olmaqla 630 səhabə ağır yaralanmışdı. Bilirsiniz, Peyğəmbərimizə ox atılmışdı və dəbilqəsinə dəyir və dəbilqəsi də Peyğəmbərimizin yanağına batır. Bu zaman onun mübarək dişi qırılır. Və o dəbilqəni oradan çıxarmaq üçün sahabə çətinlik çəkir. Peyğəmbərimiz günlərlə o yaranın ağrısı, acısı ilə yaşayır. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu döyüşdən sonra atılması lazım olan addımları atdı və bu döyüşdən sonra elə dərslər çıxartdılar ki, bu dərsdən elə mesajlar alındı ki, məsələn, sonu qalibiyyətlə nəticələnən Bədir döyüşündə inən ayə sayı 14 idisə, sonu məğlubiyyətlə bitən Uhud döyüşündən sonra nazil olan ayələrin sayı 70-dən çox idi. Demək ki, Allah Taala bəzən qullarını məğlubiyyətlə tərbiyə edir. Və sahabə də məhz bu məğlubiyyətdən sonra dirçəlmişdir. Və həmin döyüşdə, Uhud döyüşündən sonra bu ayə nazil oldu. Ruhdan düşməyin, üzülməyin. Əgər iman etmişsinizsə, üstün olan sizsiniz. Bu ayədən lazım olan mesajları sahabə ala bildi və həmin günün səhərsi günü Allah Resulü sallallahu aleyhi və səlləm sahabəni toplaya bildi. Baxmayaraq ki, onlar yaralı idilər, Hamraul Əsəd deyilən mövqeyə tərəf yollandılar. Məqsəd Məkkəlilərin bu məğlubiyyətdən sonra yenidən toparlanıb müsəlmanların üzərinə hücumunun qarşısını almaq idi. Məsafə böyükdür, 8-9 kilometr məsafəyə Hamraul Əsədə qədər sahabə gedir və orada müsəlmanların gəldiklərini görüb müşriklər sürətlə Məkkəyə doğru irəliləməyə başlayırlar. Və orada güclü müharibə getməsə də, güclü döyüş getməsə də, müsəlmanlar bir növ ruhları dirçəlir, müşriklər isə bir növ psixoloji məğlubiyyətə məruz qalırlar. Və bu döyüşdən sonra və bu halı anladan Ali İmran surəsinin 173-cü ayəsi nazil olur. Ayədə buyurur ki, Allah Taala o kəslər ki, onlara düşmənlər sizə qarşı toplanıblar, onlardan qorxun deyildikdə Allah bizə yetər, o necə də gözəl bir vəkildir deyərək ümidsizliyə qapılmadılar və düşmənin üzərinə həmlə etdilər. Dəyərli qardaşlar, bugün İslam diyarlarında, dünyanın dörd bir tərəfində əslində Uhudlar yaşanır.
Yəni, əgər biz Uhudu düzgün anlaya bilsək, səhabənin çıxardığı kimi dərsləri biz də çıxara bilsək, Uhudların arxasında əslində böyük bir müvəffəqiyyətin olduğunu dərk edərik. Və Allah Resulü sallallahu aleyhi ve sellem əshabı ilə birlikdə lazım olan addımları attı deyə sonunda müvəffəqiyyətlə bitdi bu döyüşün nəticəsi. Və Uhud döyüşü barədə dəyərli qardaşlar, biz o döyüşdən çıxaracağımız bir çox əxlaqi dərslər vardır. Birinci dərs ondan ibarətdir ki, istişarə əxlaqını öyrətdi Allah Resulü əshabına. Yəni, hər məsələdə Allah Resulü əshabı ilə məsləhətləşərdi, istişarə edərdi. Peyğəmbər olmasına baxmayaraq qərar vermədi, əshabı ilə məsləhətləşdi. Səhabə deyir ki, mən Allah Resulü sallallahu aleyhi ve sellem qədər ikinci istişarə edən bir kimsəni tanımıram. Və ikinci olaraq burada itaət əxlaqını öyrənirik biz Uhud döyüşündən. Qərar verilmişdir artıq və qərara hər kəs itaət etməlidir. Baxmayaraq ki, Peyğəmbərimiz Mədinədən müdafiə olmağı seçsə də, lakin daha çox gənclər, həmçinin Həzrət Həmzə radiyallahu anh da Uhud meydanında döyüşməyi istədilər deyə, say çoxunluğu onlar üstünlük təşkil etdiyi üçün qərar da onların istəyinə uyğun verildi. Və sahabələrin bəzisi Peyğəmbərimizin yanına gəldilər və dedilər ki, ya Rasulallah, biz bilirik ki, sən Mədinədən müdafiə olmaq istəyirsən, qoy sən dediyin olsun. Dedikdə Peyğəmbərimiz onlarla razılaşmadı və deyildi ki, əgər qərar verildisə və qərara hər kəs itaət etməlidir. Bununla da əslində Peyğəmbərimiz onlara belə bir mesaj verdi ki, əgər mən aranızda olmaramsa, qərar verildiyi zaman o qərara hər kəs itaət etməlidir. Bu döyüşdən çıxaracağımız digər bir əxlaqi nümunə, əxlaq dərsi ondan ibarətdir ki, məhəbbət və sevgi dərsi çıxartmalıyıq bu döyüşdən. Yəni, mən səni sevirəm deməklə olmur, bunu ən çətin anda hər kəs nümayiş etdirməlidir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ətrafında səhabə bir pərvanə kimi dolandı və sinələrini oxların qarşısına verərək Peyğəmbərimizi qorudular. 1000 nəfər getmişdilər, onlardan 300-ü geridə qaldı, 700 nəfər Peyğəmbərimizə sadiq qaldı. Çıxaracağımız digər dərs ondan ibarətdir ki, xətaları əfv etmək. Peyğəmbərimiz bu döyüşün sırf oxçular səbəbilə məğlubiyyətə uğramasını bilirdi. Lakin buna baxmayaraq, belə bir böyük xətanı Allah Resulü onlara bağışladı. Onlar da bir ömür boyu bu xətanın əziyyətini çəkdilər və həyatlarını elə yaşadılar ki, gözəl işləri yönləndirdilər. Və Həzrət Həmzə radiyallahu anhı şəhid eləyən o Vəhşi adlı köləni belə əhv etdi Peyğəmbərimiz. Bununla da Peyğəmbərimiz əslində nə qədər böyük bir günahların əhv olunmasını bizlərə öyrətdi. Adicə kiçik bir səhvdən ötürü bir-birimizin səhvini üzümüzə vururuq, illərlə onu unutmuruq. Lakin Allah Resulü belə böyük bir xətaların arxasından əhv edərək bizlərə də əslində xətaları əhv etməyin yolunu öyrətdi. Uhud döyüşü başlamadan öncə münafiqlərin böyüyü Abdullah bin Übey 1000 nəfərdən 300 nəfəri Mədinəyə geri dönmənin vacib olduğunu onlara inandıra bilmişdi. Yəni, hələ döyüş başlamadan öncə ordunun üçdə biri yox idi. Lakin buna baxmayaraq, Allah Resulü başda olmaqla səhabə Allaha güvənərək döyüş meydanına atıldılar. Və bu döyüşdə, bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin əmisi şəhid edilir. Əbu Süfyanın xanımı Hind, atası Bədir döyüşündə öldürüldüyü üçün Peyğəmbərimizdən intiqam almaq istəyir. Onun da qoy ciyəri yansın məqsədi ilə Peyğəmbərimizin əmisini öldürmək üçün Vəhşi adlı köləyə tapşırır ki, əgər sən onu öldürsən, azadlığına qovuşacaqsan, hürriyyətinə qovuşacaqsan. Belə bir cəngavəri öldürmək həqiqətən çətin idi. Allahu Əkbər dediyi anda əllərini qaldırır Həzrət Həmzə, o anda nizəni atır və nizə Həzrət Həmzənin sinəsinə sancılır
və o yerə yıxılır. Sahabə arasında bir çaşqınlıq baş verir. O anda da yenə Ammar bin Yasir radiyallahu anh şəhid edilir. Sağ əlində İslam bayrağını daşıyırdı. Çiynindən vuraraq çiynindən vuraraq bayrağı yerə salmaq istəyirlər. Lakin o bayrağı sol əlinə keçirir. Yenə sol əlindən də, sol çiynindən də müşrik ona bir zərbə indirir. O da bayraq yerə düşməsin deyə bayrağı dizlərinin arasına alır və yenə ona boynundan bir zərbə indirilir və o üzü qoyulu yerə yıxılır. Və üzünü çevirmir. Sahabə içərisində Peyğəmbərimizə ən çox bənzəyən Ammar bin Yasir radiyallahu anh olur. Sonra döyüş qutarandan sonra Peyğəmbərimiz buyurur ki, bilirsinizmi nə üçün Ammar üzünü çevirmədi? Çünki o mənə bənzirdi və onu vuran şəxs Muhammədi öldürdüm deyərək ona qılınc zərbələri endirirdi. Lakin qoy Peyğəmbər tanınmasın, elə bilsin ki, məni öldürdü və bu səbəblə üzünü çevirmədi, deyir Peyğəmbərimiz. Və həmin şəxs hər kəsə hayqıraraq Muhammədi öldürdüm deyir. Səhabə arasında bir çaşqınlıq yaşanır. Bu anda 3 mövqeyə bölünür səhabə. Bəzisi deyir ki, artıq Peyğəmbərimiz vəfat etdi, biz artıq geri dönməliyik. İkinci mövqe ondan ibarət idi ki, Peyğəmbərimizin vəfatından sonra çaşqın qalırlar, nə edəcəklərini bilmirlər, bir növ yerlərində donub qalırlar. Üçüncü mövqe isə əllərinə qılınc alıb təkrar döyüş meydanına yollanır və o döyüşməyənlər oturub qalanlara da səslənirlər ki, siz nə üçün əlinizə qılınc alıb döyüşmürsünüz? Onlar da, axı Peyğəmbər vəfat etdi, bundan sonra biz nə edəcəyik? Dedikdə, məgər siz Allah Resulü sallallahu aleyhi və səlləmin bu davası uğrunda bugün ölməyəcəksinizsə, bugün şəhid olmayacaqsınızsa, hansı gün şəhid olacaqsınız deyir və onları bir növ cəsarətləndirir və Peyğəmbərimizin də vəfat etmədiyini öyrənirlər. Allah Resulü sallallahu aleyhi və səlləmin ətrafında dairə qururlar. Canımız canına, qanımız qanına fəda olsun ya Resulullah deyirlər. Əbu Süfyan qarşı tərəfdən səslənərək deyir ki, biz artıq Bədrin intiqamını Uhud döyüşündə aldıq. Ölülərimiz ölülərinizə, zəfərimiz zəfərinizə bərabərdir. Peyğəmbərimiz isə Həzrət Ömər radiyallahu anh deyir ki, ona belə səslən. Əsla bizim ölülərimiz sizin ölülərinizə bərabər deyildir. Çünki bizim ölülərimiz cənnətdə, sizinkilər isə cəhənnəmdədir. Bəli, əziz qardaşlar, Uhud döyüşündən çıxaracağımız bir çox dərslər vardır ki, sahabələr məğlubiyyətdən üzülmədilər və bu məğlubiyyəti qələbəyə çevirmək üçün addımlar atdılar. Və eyni ruhu daşıyan bu 44 günlük müharibədə bizim vətən oğulları, igid oğullar böyük fədakarlıqlar göstərərək vətənimizin işğal altında olan torpaqlarını yenidən azadlığa qovuşdurdular. Şəhidlərimiz böyük fədakarlıqlar göstərdilər. Yaralılarımız böyük fədakarlıqlar göstərdilər. Yaralı olmalarına baxmayaraq onlar yenidən döyüş meydanına atıldılar. Allah Teala onların bu fədakarlığını bizləri unutturmasın. Rəbbimiz o zəfəri yenidən qoruyub saxlaya bilməyi hər birimizə nəsib etsin. Amin.